Salam, mən Yusifova Mələkməz. Global Managementin insan resursları üzrə baş meneceriyəm. Bugün sizə müsahibədən öncəki hazırlıq və müsahibə zamanı olan ümumi proseslərdən danışacağıq. Namizəd haqqında ilkin təəssürat ilk telefon zəngindən başlayır. Telefon zəngində birinci müsahibə zamanı siz normal tərzdə, normal tonda danışığınız insan resursları əməkdaşının ilkin təəssüratı formalaşdırır. Və bundan sonraki təyin olunan görüş vaxtında gəlməyiniz mütləqdir. Nə çox tez, nə də çox gec olmamağı mütləqdir. Məsələn, əgər sizə saat 10-da müsahibə təşkil olunubsa, siz saat 10-dan daha gec gəldiyiniz halda və bunun haqqında məlumat vermədiyiniz halda qarşı tərəfdə bu mənfi təəssürat yaradır. Namizədin təyin olunan müsahibə vaxtında ünvanda olmağı mütləqdir. Müsahibədə təmiz və səliqəli geyimlərə üstünlük verməyiniz tövsiyə olunur. Tünd qoxulardan istifadə etməməyə çalışın. Çünki bu, qarşı tərəfdə sizi diqqəti azalda bilər. Xanımlara isə tövsiyəmiz odur ki, gündəlik makiyajlardan istifadə etsinlər. Müsahibə zamanı güləriz və açıq sözlü olmaqda fayda var, ancaq həddindən artıq səmimiyyət və zarafatdan uzaq durun. Müsahibəyə gəlməzdən öncə şirkət haqqında araşdırma eləməyiniz tövsiyə olunur. Çünki bu, qarşı tərəfdə sizin müsahibəyə qarşı olan məsuliyyətinizi və şirkətə marağınızı göstərir. Özünüzün zəif və güclü tərəflərinizi analiz etməyinizdə fayda var. Çünki müsahibə zamanı bu haqda sizə sual ünvanlana bilər. Müsahibə zamanı bədən dili, jest və mimikalarınıza mütləq şəkildə diqqət edin. Bu, sizin xarakteriniz və işə yanaşma tərziniz haqqında ilkin proqnoz verir. Özünüz və keçmiş iş təcrübəniz haqqında verilən suallara dəqiq və lakanik cavab verməyə çalışın. Müsahibəyə girməzdən öncə telefonunuzun səsini almağı və ya söndürməyi unutmayın. Müsahibədə saata çox baxmağınız, sıxıldığınız və ya narahat olduğunuz fikrini ötürə bilər. Müsahibə zamanı vəzifə öhdəlikləri, iş qrafiki və əmək haqqı gözləntiniz barədə sual verməkdən çəkinməyin. Aktiv vakansiyalarımız və təcrübə proqramlarımızla aşağıda qeyd olunan ünvanda tanış ola bilərsiniz. Müsahibəyə gəldiyiniz üçün hər birinizə təşəkkür edirəm.